deyir. Hədislərdə dost ifadəsi zəif gəlir. Məsələn, əksərən qardaşlıq deyirlər. İnnəməl mu'minuna ixvatun da Quran deyir. Möminlər həqiqətən möminlər qardaşdırlar. Yəni bunları birləşdirən bir ortaq dəyər var, mənəvi bağ var. Bizim sevgi dediyimiz qavram şöbələrə bölünən anlayışdır. Hər halda eşq özlüyündə elə bir qavramdır ki, İslam alimləri də, dünya filosofları da hərəsi bir söz deyir. Bunun mütləq mənada şərh vermək çox çətin bir məsələdir. Amma bu hər nədirsə bizim ruhumuzda baş verən bir prosesdir. İslam filosoflarının iddialarına əsasən. Ruh xüsusi bir cəzzablıq duyur və bir-birinə bağlılıq yaradır. Bu fərqli səbəblərdən soyuya da bilir, açıla da bilir o düyünlər. Bəzən daha da möhkəmləşə də bilirlər. Məsələn, mümkündür zahirdə bir nəfər birini görür, bəyənir, amma onunla ünsiyyət qurduğu zaman başa düşür ki, bundan bir ömür yaşaya bilməz. Onun zülm olar, məşəqqət olar. Deməli, bu fərqli aspektlərə görə ruhun cəzzablığı var, yaxınlaşması var və uzaq düşməsi var. Dediyimiz qavram ruhun müəyyən ehtiyacını qarşı tərəfdə axtarışıdır bir baxımdan. Hərçənd ki, insan bütün o daxili duyğularını, boşluqlarını Tanrı ilə doldura bilər. Yaradıcı ilə doldura bilər. Mə cealallahu liraculun min qalbini fi cufi. Allah heç kəsin sinəsində 2 dənə qəlb yaratmayıb. Bu təfsirdə həqiqətdə bu qəlbin sahibi, bu qəlbin yiyəsi Allahdır. Amma buna rəğmən də Allah yenə də Quranda deyir: "Və xalaqnakum azvacan." Biz sizi cüt-cüt yaratdıq. Burada cüt yaratmaqdan məqsəd bir baxımdan həm insanın öz fərdidir, həm də əks cinsidir. Öz fərdidir, yəni həm maddəsəl bədənimi yaratdı, həm ruhani tərəfimi yaratdı. Quran da Müminun surəsində deyir də biz onu ana bətnində ələq edirik, muğza edirik filan, sonra deyir və onun yaradılışını başqa bir aləmdə davam edirik. Yəni bu insan artıq ikili yaşamını göstərdi. Eyni zamanda sizi cüt yaratdıq deyəndə bir kişi və onun bir xanımın da yaratdı anlamındadır, Adəm-Həvva prizmasında. İnsan da dünyada olduğu elədiyi boşluqdur. Çünki Allah bunları elə bir tərzdə yaradıb bu cinsləri ki, nə kişi xanımsız, nə də xanım kişisiz qala bilmir. Bu ehtiyacın ödənməsi bir baxımdan eşq qüvvəsi iləndir. Yəni düzdür, yenə burada mövzu olsa bilər ki, ağılla evlilik quraqmı, eşqlə evlilik quraqmı, din nə deyir? Bu da izdivaz mövzulardır. Amma hər bir halda eşq dediyimiz bir şey ruhun cəzzablığıdır, bir-birini çəkməsidir. Oxşar və bənzər və yaxud da ehtiyac duyduğu bir qavramdır ki, bir ruh digər ruha tərəf meyillənir, bağlanır. Özü məsələn biz bunu belə də izah edə bilirik. Bəzən məsələn kişi xanımı sevir, xanım kişini sevmir və yaxud da əks olur. Bu kişinin ruhunun ehtiyacıdır ki, qadında olan tamlığı tapıb və ona meyillənir. Amma qadın ehtiyacını həmin kişidə görə bilmir. Ona görə sevmir və yaxud da əksi kimi və s. Aydındır. Biz həyatda Allahın göndərdiyi dinin qardaş mənim ekranım, mən tərəf, mənim kameram, mənim kvadratımın içindən bas ekran bəyəniləcək. Biz bilirik ki, Allahın göndərdiyi dində bir çox məqsədlər var. Yəni yalnız bir məqsəd yoxdur. Bir çox məqsədlər var. Bunların içində cəmiyyətin rifahı olsun, insanların şəxsi təlatümünün, ruhunun kamilliyi olsun və s. Yüzlərlə səbəblər var ki, bunların hamısı cəmdir. Biz amma burada götürsək məsələn bütün səbəbləri, bunların içindəki ən ali səbəb nədir? Allahın göndərdiyi dindəki ən ali məqsəd nədir? Allahın özü. Mən bir dəfə bir yerdə oxumuşdum. Deyir ki, insanın... Sənə görə rəydi yazılar ki, ilişki koçuyam. Bəs deyirdin, ilişki koçu deyirəm. Evliliklərlə bağlı doğru evliliyin tək ünvanı Elfin Allah'ı. Biz bilirik ki, qardaşım, İslam... Mən bir dəfə bir yerdə oxumuşdum ki, insanın məqsədi nədirsə, insanın özü o qədər ucadır. Və demişdi, həmən şeyin altında da yazılan bir mətindir. Realda da eşitmişdim ki, deyir, məqsədimiz Allah olsun ki, özünüz də o qədər ucu olasınız. Bəli, çox gözəl təsbitdir. Bu psixologiyada da müzakirə olunur. Elə İslamın əxlaq və irfan alimləri tərəfindən də bu mövzu qabardılır. İnsan özünə bir hədəf seçməlidir. Amma burada hədəfi necə seçsin? Yəni, bunu adətən hədəf və həvəs başlığı altında müzakirəyə çıxardırlar. İnsan bir işə başladığı zaman həvəslə başlamamalıdır. Çünki həvəs tez qabarır, tez də aradan gedir.
Həvəs aradan gedəndən sonra iş yarımsaq qalır. İnsan hədəflə başlamalıdır, özünə hədəf seçməlidir və hədəfi uğrunda da maksimum dərəcədə çalışmalıdır. Hədəf nə olsun bəs? Psixoloji aspektdən insanın kiçik hədəflər götürməsi onu mənəvi böhrana aparır. Niyə? Çünki insan həyatında bir hədəf qoyur, hədəfə çatır, ikinci hədəf çatır, 3, 4, 5 və bir də görür ki, heç xoşbəxtçilik bunda deyil, bir mənəvi böhrana düşür. Çünki həqiqi hədəfinə çata bilməyib və hədəfə çatmağın da ləzzət olmadığı düşüncəsinə qapılır və itirir. Amma İslam bizə nə öyrədir? Hədəf Allahdır, Allahın özüdür. O hədəfə çatmaq yolunda insan bir ömür çalışmalıdır. Yaxşı, o hədəfin sonu varmı? Cavab budur, yoxdur. Qur'anın ayələrinin sayı qədər məqam var. Yəni 6236 dənə məqam var. Və hər məqam arasında da bir o qədər mənzil var. 6236 dənə mənzil var hər məqam arasında. Təfsirdə bəzən deyirlər ki, bu sonsuzluğa dəlalətdir. Yəni Allaha gedən yolun sonu yoxdur. Necə ki Allah sonsuz varlıqdır, ona gedən yolun sonu yoxdur. Məqam içində məqama yüksəliş var. Məsumlar bu gün də məqamlara qalxır. Yenə də onlar Allaha yaxınlaşırlar. Yəni bu elə bir hədəfdir ki, həm hədəfə çatmaq olmur, həm də o yolda ləzzətlər əldə etmək, nəticələr əldə etmək mümkündür. Bəs nəticə əldə edərək hədəfə çatmırsan, bu insanı hər zaman aktual, diri və təravətli saxlayır və əsla da insan yorulmur. Belə olduğu təqdirdə bəli, insan insaniyyətini əldən verməz, mənəvi böhrana düşməz. Hər daim də Allaha gedən yolda davamlılığını sərgiləyər. Səncə biz gördüyümüz işlərə yanaşmamız, sən dedin ki, həvəslə yox, hədəflə olmalıdır. Bəs sonunun nəticəsinin nə olduğunu bildiyimiz, məsəl üçün, tutaq ki, bir iş görürük və ya bir şeyin dalıyca gelirik, sonunun bizə xeyirli olmadığını bilirik. Amma yenə də içimizdə ruhumuzun ora meyilləndiyini görürük. Bu şeyin səbəbi nə olur? Yəni nə barədə? Çünki biz bilirik ki, təsadüf deyə bir şey yoxdur. Bu şeyi, bu ruhun, bu istəyin, şuurun ora meyillənməyi və bunun şiddətinin çox yüksək dərəcədə olmağı. Əlavə olaraq da, bax, sonu xeyirli deyil, amma bu məni Allahdan uzaqlaşdırmır. Daha çox Allaha yaxınlaşdırır. Məsələn, real nümunədir. Deməyim də. Real nümunədir. Həm hər hansısa bir şey düşün də. Fərz elə ki, məsələn, mənim bir dostum var. Mən bundan münasibətim belə deyək də, məsələn, bu namaz qılandır, belə götürürəm. Şəxsi namaz qılan adamdır, dinə hörməti var, izzəti var və s. Bu adamın sadəcə mənlə münasibəti uyğun gəlmir. Fərz eləyək ki, nə bilim, gündəlik davranışları mənə xitab eləmir də. Amma mənə inanda da Allahdan uzaqlaşdırmır. Yəni, məsəl üçün, cəmiyyət içində qəbul olunmayan bir adamdır, deyək ki, amma mənə Allahdan uzaqlaşdırmır. Öz şəxsi keyfiyyəti zəifdir, amma Allahdan uzaqlaşdırmır. Hətta mənə Allaha yaxınlaşdırır. Bu, adama qarşı meyillənməyim və, nə bilim, necədir? Hə. Mən də baxıb deyirəm, həmdə olsun, Allah. Yox, da, məsəl üçün, nə bilim, qardaşım. Çox şey nümunələr çəkib. Yəni, ümumiyyətlə də, yəni, sonu məlum olan işlərə insanın meyillənməyindəki məqsəd nədir? Sonunun xətalı olduğunu bildiyimiz işlərə meyillənməyimizin məqsədi. Əxlaq elmində biz ruhun şöbələrindən danışırıq. İnsan ruhunda həm əql qüvvəsi var, şəhvət qüvvəsi var, qəzəb qüvvəsi var kimi. İndi bunu əxlaq alimləri daha gözəl bilirlər. Bunların da kökündə bəzən yatan nəfsani arzulardır, nəfsani istəklərdir. Nəfsani istək pisdir deyə bilmərik. Nəfsani istəklər gözəldir, özlüyündə, yaxşıdır. Amma biz nə istədiyimizə görə istədiyimiz şeyi pis və yaxşı olaraq yorumlaya bilərik. Nəfsin yaradılışı və işi budur ki, istəsin. Əlbəttə, nəfs geniş mənalı sözdür. Əxlaq elmində danışılan nəfs həmin o istək duyğusudur. Nəfs ehtiyacı olduğunu tələb edir. Elə bir baxımdan ki, insanda olan daxili qüvvə və qüdrətləri aşkara çıxartmaq istəyir. Allah insana yaratdı. Nəfəxtu ruhən min nəfsi. Nəfəxtu min nəfsi ruhən. Allah özündən bir ruh üfürdü. Bəzən belə məna verirlər ki, yəni insan Allahın sifətlərinin məhzərinə çevrildi. İlahi olan bütün sifətlər bizdə də cəmləndi, bizdə də qərarlaşdı. Yəni nə axtarsaq, o əsma-ül hüsnada bizdə də var. Əlbəttə Allah həddindədir, Allah kimi deyir. Bizdə Allahdandır, Allah da öz zatındandır.
Amma bu duyğular insan daxilində artıq var və bunlar baş qaldırır. Məsələn, Firon niyə Rəblik eləyirdi? Həmin o ruh qüvvəsi əsasındaydı. Rəbdən olan o, Allahdan olan o Rəblik xüsusiyyətini, rububiyyətdəki təvhidini özündə hiss edir, özünü qaldırmışdı. Məsələn, "Ənə rabbukumul ə'la" ifadəsi var ya Quranda. İfadədən başa düşülən budur ki, Firon Musanın Rəbbini tanıyırdı. Amma özünü ondan da üstün sayırdı. "Ənə rabbukumul ə'la" Mən sizin Rəbbinizdən də ən üstünüyəm, ən alisiyəm. Bəs ifadə bunu göstərir ki, o da Rəbbi tanıyırdı. Bəs xülasə dolayısıyla biz daxilimizdə ilahi sifətləri, ilahi əsmanı görürük, müşahidə edirik. Bəzən nəfs bu əsmaların tələbini istəyir. Məsələn, insanda da rəhmət xüsusiyyəti var, məğfirət xüsusiyyəti var ki, Tanrıda olan xüsusiyyətlər. Bəzən ətrafına belə zəif insanlar yığır ki, onları da bağışlasın. Bəzən belə insanlara cəm edir ki, onlara da qəzəblənsin və s. kimi, onları da idarə eləsin, rububiyyət məqamındakı kimi. Bu doğrudur, cavab budur ki, yox. Allah bu sifətlərə buna görə verməyib ki, insanlar öz aralarında bunlara istifadə eləsinlər. Bu sifətlər ona görə verib ki, biz Allaha daha da tez yaxınlaşaq, daha da yaxşı tanıyaq. Yaxınlaşdıqca yaxınlaşaq. Bəs bəzən bu istəklər nəfsani ola bilir. Elə bir həddə ki, insanlar bilmədən də yavaş-yavaş onu böhrana aparsın. Yaxşıdır ki, insan həmişə belə duyğulardan qaçınsın və bütün münasibətlərini Rəbbani münasibət halına gətirsin, ilahi bir münasibət halına gətirsin. Hər bir ünsiyyətini, dostluğunu da, ailəsini də, işini də hamısını Allah xatır eləsin. Belə olsa bəli, uğurlu olur. Başa düşdüm. Deməli qardaşım, biz həyatda bəzi addımlar var ki, onları atmaqda bəzən çətinlik çəkirik. Bəzən insanların dinə meyllənməsi dinin içində sabit qalmasında çətinlik çəkdiklərini görürük. Məsəl üçün, dindardır, namaza təzə başlayıb, ibadət edir, güclü həvəslə, yox, hədəflə başlayıb ki, bu adamın hədəfləri olsun ki, dini strukturunu uzaq. Yəni, bu adamdan hər şeyə qarşı içində boşluq yaranır. Yəni, şeytan vəsvəsə eləyir və bu adam bu vəsvəsədən qurtula bilmir. Sanki necə bir şey, içində elə bir boşluqlar yaranır ki, bu adam normalda əvvəllər heç bu suallar ağlına gəlməzdi, əvvəllər bu şübhələr barədə düşünməzdi, əvvəllər bu qədər sıxılmazdı, bu qədər özünü uzaq hiss etməzdi. Ümumiyyətlə bu şeylərin insanın özünü bu şeylərdən qorumasındakı məqsəd nə olmalıdır? Yəni, daha doğrusu məqsəd nə olmalıdır, yox, üslub nə olmalıdır? Yəni, bir insan, məsələn, mənə gələn ən çox mesajlar budur ki, qardaş salam, necəsən? Mən əvvəl kimi namaz qıla bilmirəm. Mən kitab oxumağa başlayandan sonra mənim ağlıma elə suallar gəlir ki, məsələn, bu kimi hallarda üslub olaraq nələr etmək lazımdır? Mənim tanıdığım bir dindar var, aşağıdan da yazıblar, real həyatda tanıdığım bir adam var idi. Bu adam tələbə idi. Dünənlərim o elə bir ki, uşaqlar zəng edib ki, yəni hardasa oturub pubda saçaq pendirlə pivə, yəni oturub öz üçün hər il fırlanır. Yəni bu hala gəlib çatmaq üçün, yəni bu adamın mən vaxtı ilə məhəllədə bütün gəncləri yığıb əbasını geyinib insanlara nəysə baş saldığı vaxtları xatırlayıram. Bu adamın bu tür... Hə? Bəlkə deli istir. Yox, həqiqətən şeydir, ağzını əyildiyini də görüblər. Yəni bu halların insana gəlib çatmasında necə olur bu? Qəşəng mövzudur. Biz Qur'an-ı Kərimin də metoduna baxdığımız zaman, məsumların da bizə qoyduğu metodu gördüyümüz zaman, gördüyümüz nədir? Quran ayələrini bəzən kateqoriyaya bölürlər. Məsələn, Quran-ı Kərimdə etiqadi ayələr var, bu əqaid və yaxud da kəlam elminə işarədir. Tarixi ayələr var, tarixi işarədir. Əxlaqi ayələr var, əxlaq elfanı işarədir. Nə bilim, hüquqi, fiki ayələr var, namazı belə qıl, dəstəmazı belə al, şəriəti işarədir və s. Hədislər də belədir. Dinin bu fərqliliklərinin səbəbi insanın, ruhunun bütün ehtiyaclarını kamil bir surətdə ödəyərək hamısına paralel olaraq Allaha aparmaqdır. İndi sosial mühit geniş olan insan bəzən bunu müşahidə edə bilir. Bəzən elə möminlərdən oturursan ki, bunların sualı ancaq şəriətdir. Bəzən ellərin oturursan ki, ancaq bunlar tarixdən danışır. Bəzən ellər var, ancaq hədisdən danışır. Yəni, hər toplumun bir düşüncə tərzi. Bəzilərdən ancaq etiqaddan da.
bu ruhun lazım olan, dinin ona verməli olduğu ehtiyaca tam ödəmir. Bu fərqliliklər göstərir ki, insan ruhunun bunların hamısına ehtiyacı var. Bəzən insan bunun birinə qapılır, birindən çox dərinləşir, digərlərindən qəflətdə qalır və o artıq başlayır dində həqiqi ləzzəti almamağa. Amma din bizə öyrədir ki, insan şəriətdə bilməlidir, əməl eləməlidir, əxlaqda bilməlidir, irfanda bilməlidir, məsumun tarixində bilməlidir, əqidəsində bilməlidir. Bunları paralel qapağa aparmalıyıq. İndi o həmin şəxs ki var, deyirsən sonradan yolunu açıb, indi onun danışdığı bir xütbələri bir yadıva sal. Gör, hər tərəfli idi, yoxsa bir istiqamətdə idi. Adətən belə insanlar bir istiqamətdən asırlar. Çünki lazım olan ehtiyacını tamlıqda mənimsəyə bilmirlər. Bəzən bizim, hətta ateistlərin belə suallarına diqqət eləsən, bəzi ateistlər var ki, iradları yalnızca tarixdədir. Bəziləri var yalnızca əxlaqdadır. Bəziləri var yalnızca əhkamdadır. Yəni, üslub belə onun daxili dünyasını göstərir. Quranın belə fərqli metodlardan yanaşması bizə həqiqətə çatdırır ki, ruh bunların hamısına ehtiyacıdır. İnsan biri ilə addımlamalı deyil. Məsələn, sırf fiqh oxuyanlara fikir verindən bir həftdən sonra vasvas olmağa başlayır. Şəqqaqa düşürlər. Nə bilim, pak oldu, olmadı, nədis oldu, olmadı, namazı düz qıldım, səzdəni düz elədim, ayaqda barmağı ucunu düz qoydum, qoymadım. Aləm deyər bir-birinə. Və yaxud bir deyirsən, sırf kəlam oxuyan şəxs şəriəti ümumiyyətlə tərk edir. Şəriətdən xəbəri yoxdur. Namazı qılır deyəndə namaz səhvdir, ciddi də yanaşmır. Halbuki bunların hamısı bizim üçün zəruridir. Hətta diqqət elə, bütün İslam elmlərinin tarixinə baxsaq, hamısı haqqında, əksəriyyəti haqqında belə bir ifadələr var ki, məsələn, bir rivayətdə gəlir ki, ən üstün elm əqaiddir, birində gəlib ən üstünə əxlaqdır, birində gəlib ən üstünə əhkamdır. Niyə belə qeydlər var? Məsələn, rivayətdə gəlir ki, ən üstün elm əqidədir buna görə ki, Rəbbini bəndəyə tanıdır. Bu aspektdən ən üstünüdür. Bir rivayətdə gəlir ki, ən üstün elm şəriətdir bu cəhətdən ki, bəndəni Allahın huzurunda həqiqi bənd olmağı öyrədir. Yəni, həqiqi bəndə necə olar? Namazı necə qılar? Orucu necə tutar? Necə itaat edir? Aydındır. Deməli, bu ifadələrin hər biri, dində olan bu zənginlərin hər biri insanın ehtiyacının hamısını ödəmək üzərində qurulub. İnsan bir tərəfli olsa azar, tələbə də olsa azar, fərq eləmir. Ona vəhiy gəlsə də azar. Bu azmasının bir səbəbi. Başqa səbəblərdə qalsın, başqa suala keçərdik. Dini tamlığı ilə ya götürək, ya götürək. Başqa yolu yoxdur, hissəni götürənməliyik. Nəticə əldə elədik ki, burada deməli qardaşlar, biz buradan nə nəticə əldə elədik? Əldə elədik ki, bizim deməli proseslər nədən ibarətdir? Bizlər bir şeyin üzərinə kökləndikdə digərlərini unuduruq. Unutduqlarımızdan da ayağımız büdürür. Mən bu nəticəni əldə elədim. Düşünürəm ki, dinləyənlər də bunu anlamış oldu. Yəni biz hər şeydən analizimizi doğru aparsaq, düzgün tədqiqat və araşdırma aparsaq sorunumuz olmaz. Digər sual yox, istəyirəm bu barədə biraz geniş danışasan. Quran ayələrinin ərəbində düzgün qirayəti və təcvidi ilə oxunduqda insanların qəlbinə verdiyi aramlıqda ki, ecazkarlıq. Yəni bu haqda danışmaq istəyirəm biraz. Əvvələn bir dənə rəyin birinə qeyd vurum. Əli qardaş yazışı cavab tam olmadı. Çünki cavabın sonunda dedim də başqa səbəblər də var. Ola bilər bəli bu səbəb insana qane eləməsin, başqa səbəbdən asılı. Nəfsani istəklər var, ruhun ehtiyacları var, şər arqumenti var ki, bunun içərisində iblisin vəsvəsəsi daxil olacaq və s. Yollar çoxdur insanın azmasına tək səbəb mən dediyim səbəb deyil. Başqa səbəblərlə də aza bilir. Bu gün üçün bu gecə bundan danışdıq. Başqa gecə başqa yerdən danışarıq. Müntəzir qardaşın sualına gəldikdə isə Allah Quran-Kərimin Yusuf surəsində burada Qur'anən ərəbiyyən ifadəsi ilə işlədir Quran ləfzini. Burada biz Quranı ərəbcə nazil elədik ifadəsində görəsən Allah nə demək istəyir? Yəni ərəb bilmirdi ki, onsuz da Quran ərəbcədir. Niyə Allah ərəb kültürünə ərəbcə kitab nazil edir və həmin kitabın içində yazır ki, bu ərəbcədir? Niyə belə bir ifadə var? Əslində Anadolu'dur ki, maraqlı. Hətta Quranda o cür yanaşmalar çoxdur. Bax, hətta Yusuf surəsinin əvvəli gün necə başlayır? Bir dənə baxaq. Deməli, Yusuf surəsinin əvvəlində Allah buyurur ki, Bismillahirrahmanirrahim. Əlif lam ra.
Müqatta hərfdir, əlif, ləm, ra. Nədir? Allahu alim. Buyurur, tilkə əyətül kitabil mubin. Bu kitabın aşkar ayəsidir. Necə aşkar ki, başa düşmədim. Müqatta ilə başlayıb sonra deyir, tilkə əyətül kitabil mubin. Kitabın aşkar ayəsi. İnnə ənzəlnəhu Qur'anən ərəbiyyən. Həqiqətində onu ərəbcə Quran olaraq indirdi. Ləalləkum təqilun. Ki, onun barəsində düşünəsiniz. Mesela yani. Quranda belə maraqlı yanaşmalar çoxdur. Yaxşı, gəlir mövzumuza. Burada ən gözəl təsbiti düşünürəm ki, irfan alimləri verirlər. Onlar deyirlər ki, həqiqətdə Quranın həqiqəti nədir? Buyururlar ki, Quran Rabbanicədir. Rəbcədir Quran. Özünü ərəbcə göstərib. Burada Allahın işlətdiyi ifadə var. İnnə həqiqətən biz ənzəlnə nazil etmişik onu, yəni Qur'anı Qur'anən ərəbiyyə. Burada iki dənə məful verib təkid kimi də tuta bilirik. Amma burada fərqli bir yanaşma da gətirə bilirik. Bir var biz Qur'anı ərəbcə nazil etdik. Bir də var ərəbcə olan bir Qur'an nazil etdik. Buradakı incə tərcümə budur. Ərəbcə olan bir Qur'an nazil edilir. Nəinki Qur'anı ərəbcə nazil edik. Fərqləri nədir bunların? Ərəbcə olmayan Quran da var da. Var, əlbəttə var. O tərəfdən işimiz yox. Quran nədir? Özündə geniş bir bəhs var. Qur'anın mətni Peyğəmbərə nazil olmamışdan əvvəl Qur'anın həqiqəti Peyğəmbərdə idi. O başqa günün mövzularıdır inşallah. Ondan da danışarım. Burada Allahın demək istədiyi budur ki, biz ərəbi olan bir Qur'anı indirmişik. Yəni ki, ləalləkum təqilun, anlayasınız. Amma Qur'an-ı Kərimin özlüyündə Rabbanicədir. Yəni Allah Allahca danışır. O toplum üçün Allah bunu ərəbləşdirərək göndərib. Bəs Qur'an Rabbanicədən ərəbcəyə tərcümədir. Heç ərəbcənin də gücü çatmır ki, Rabbanicə olan ifadələri atır. Onu biz Azərbaycan dilinə tərcümə edəndə əziyyət çəkirik, məşəqqət çəkirik. Görən bu tam olaraq necə tərcümə edib ki, dolğun mənanı versin. Bəzən o dolğunluğu qoruya bilmir. Məsələn, leysə kəmislihi şeyun. Sadə bir ibarət, amma gəl bunu Azərbaycanca məna ver. Zülümdür, vermək olmur. Və yaxud da Elhamdülillahi Rabbil aləmin. Bunu xırdalasa, Azərbaycanca bunun qarşılığını vermək üçün gəlir bir izah verək. Bizim dildə onun tam açılımı yoxdur. İndi ərəbcənin özü belə Rabbanicəni tam aça bilmir. Ona görə Allah Quranda deyir ki, biz Quranda hikmət nazil edik. Ona görə deyir ki, Peyğəmbərdən bunun bir izahını da alın, izah da soruşun. Mətnə qalsa biz mətndə yenə də azacağıq. Bəs bu cəhətdən ərəbi bir Qur'anın bizə gəlməsi, dolayısıyla bunun kökündə Rabbanicə yatması, bunun tərcüməsinin də Allahın özü olması bunu göstərir ki, burada xüsusi bir ecazkarlıq var, qəlbə bir toxunma tərzi var. Bu mənada ki, Qur'an-ı Kərimin o ərəbcəyə keçidi birbaşa Rəbb tərəfindən olub deyə insanın qəlblərinə yol tapa bilir. Bəs Qur'an-ı Kərimin mətni olaraq ibarəsi öz yerində, eyni zamanda Qur'an-ı Kərimin bir şifa tərəfi də var da, şəfidir. Qur'an-ı şəfi. Qur'an özlüyündə bir şəfa verən bir kitab olduğundan, onun mətni belə insanın qəlbinə aram eləməkdə bir təsir qoya bilir. Aramlaşdıra bilir insan qəlbini. Bəs Quran özlüyündə Rabbanicə oldu. O sadə Quranlaşmış Qur'anən ərəbiyyən ifadəsindən başa düşülən budur. Çünki iki dəfə Quran Allah deməzdi. Ənzəlnəhu Qur'anən. Onu Quran elədi. Yəni onu deməkdən məqsəd Qurana qayıdır zaten. Və o deyib sonra Quran deməsi Quranı ərəbcə elədiyi kimi tərcümə edilə bilməz. Bəs bu baxımdan Quran-ı Kərimin qəlbə toxunması onun Rəbbanicə olmasıdır ki, və Rəbbaninin də ərəbcədə özünü göstərməsidir ki, birbaşa qəlbə yol tapa bilir. Ruha birbaşa toxuna bilir. Aydındırmı? Təşəkkür edirəm qardaş. Onun səsini biraz azaltdı, çox gəlir. Çox gəlir. Fas Art Termoaglay yazıb ki, Allah Akbar sözü belə şirkdir. Bir var müqayisə dərəcəli sifət. Məsələn, kəbiri əkbərə aparanda müqayisə olur. Bir də var yüksəltmə dərəcəsi. Əl-Əkbər. İndi burada Əl-Əkbər deyil.
Yəni ən üstün deyil. Müqayisəli olaraq üstündür deyib Allah. Burada məsələ budur ki, yəni belə daha çox anlaşılır, amma elə deyil. Çünki bu ismi cümlədir. İsmi cümlənin xəbəri əliflamla olmur. Əliflamla olmadığı üçün bu əkbər olaraq özünü göstərsə də məhəllən əl-əkbərdir, ən üstünüdür. Bəs qrammatik olaraq onun əliflamsız verilməməsi təbiidir və burada əsla bir şirk yoxdur. Elə təvhidin özüdür. Elvin qardaş, təşəkkür edirəm sənə. Allah ömrünü bərəkətli eləsin. Allah sənin canını salamat eləsin. Elmindən bəhrələnirik, öyrənirik səndən hər dəfə. Dinləyən, dəstək olan hər bir kəsə təşəkkür edirəm. Mən yayımı yavaş-yavaş bağlayım, icazə verirsinizsə. İcazənizlə mən də getmək istəyirdim. Yayımı bağlayaq. İnşallah davam eləyərik. Bunu hər gün ən azı gündə bir saat etsək, məncə kifayət eləyər vaxtın olduqca. İnşallah. İnşallah. Haqqınızı halal eləyin. Allah razı olsun. Təşəkkür edirəm qardaşım. Gəldin, şərəf verdin. Estağfurullah. Allah'a emanet hala xoşunuz, dualarınızı bizdən unutmarsınız. Ələlxüsus İmam zamanı haqqında. Həcəl Allah Teala fərəcə şərəf. Baş üstə. Dinləyən hər bir kəsə də təşəkkür edirəm qardaşlar. Gecəniz xeyrə qalsın. Allah əmanət olun. Dəstək verdiniz, xoş sözlər yazdınız. Bizi söyənlərə də hamıdan Allah razı olsun. Allah köməyiniz olsun. Allah hidayətə layiq olan hər bir kəsi hidayət layiq olmayanlara da Allah lənət eləsin. Ya da ehtimal varsa yol açsın. Allah Əzzə və Cəl bizləri Əhl-i Beyt əleyhimussalamın nəzərindən boş saxlamasın. Özünüzdən müğayyət olun. Allah əmanət olun. Allah günahlarımızı bağışlasın. Amin.